Cənab Prezidentin çıxışında qeyd olundu ki, biz artıq Avropa Enerji Təhlükəsindən sözün həqiqi mənasında ciddi töhfələr veririk və 2022-ci ilin iyul ayında memorandumun əsasən artıq 2027-ci ildə biz 20 milyard kubmetr qazla təmin etməliyik. 20 milyard kubmetr çox böyük rəqəmdir və nəzərə alsaq ki, 2021-ci ildə biz təmsil 8 milyarddan biraz çox qaz vermişdik və cənab prezident söylər ki, biz məsələn keçən illər 25 milyard kubmetr qaz ixrac eləmişik. Onun 13 milyardı, yəni yarısından çoxu Avropa ölkələrinin payına düşüb və bu günləri Azərbaycan, Avropanın, ümumiyyətlə Azərbaycan bu günləri o 25 milyard kubmetr ixrac etdiyi qazı 12 dövlətə satır. Ondan 10'u Avropa dövlətdir, onun 8'i də Avropa İttifaqının üzvü olan dövlətlərdir. Yəni bizim bu sahədə çox ciddi əməkdaşlığımız var və təsadüfi deyil ki, hələ Avropa deməli komissiyasının rəhbəri də söyləmişdi ki, Azərbaycan Pan-Avropa tərəfdaşıdır. Bax bu qeyd etdiyimiz sahədə.